Goranboydan zəngimiz var. Alo. Akşamı xeyirli olsun, bayramınızdan mübarək. Axşamın xeyri əzizim, bayramınız mübarək olsun. Nə gözəl, görürsən bax belə. Buyur əzizim. Üzr istəyirəm, yoldaşım torpaqda işləyəndə, elə bir ki, təsərrüfatla məşğul olanda, tərvəzi əlini vuranda, əlinin içi çat-çat olur. Bəli. Elə bir ki, sanki lezva ilə kəsirsən, barmaqların ucu. Bəli. Ayşı. Ona məsləhətiniz nə olardı? Mənim məsləhətim olardı ki, onun əli qupqurudur əlinin içi. Dəri qupqurudur, quru. Ona görə yandırır, ona görə ağrıdır, elə deyilmi? Elə bir ki, lezva ilə kəsirsən də, Siz mənə qulaq asma, eşitmirsiniz məni? Məni eşidirsiniz, yoxsa eşitmirsiniz? Eşidirəm. Deyirəm ki, əlinin içi qurudur. Kəskin ona görə ki, qurudur. Yoxsa su verir, damlayır. Mən sulu demədim, quru deyirəm, sən sulu deyirsən. Elə bir ki, bax elə. Oldu əzizim, oldu. Çox sağ ol sualına görə. Onu hər dəfə, bütün günü elə şərait yarat ki, onun əli yağlı olsun. Vazilinlə yağlasın, yağla yağlasın, zeytun yağla yağlasın, nə ilə yağlı yağ? Əli yağlı olanda onun əli çatlamayacaq. Əli ağrı verməyəcək, narahat eləməyəcək. Görsən alınmır, onda gəlirsən doktor Seyfəddin klinikasında məlhəm verəcəm. Onun əlindəki o problem həll olacaq. Çox sağ olun, sualınıza görə.